Hər vaxtınız xeyir. 9-cu sinifdim 20 sınavına mövzu sınağı 6-ya baxırıq. Birinci sualdan başlayaq. 3 zəri atdıqda düşən xalların hasilinin 125 olması hadisəsinin ehtimalını tapın. Deməli uşaqlar, mən bir zəri atanda deməli ümumiyyətlə 3 zər atıramsa məxrəc olmalıdır 6 vur 6 vur 6. 3 zər atanda 125 olmaq üçün 125 bilirəm ki 5-in kubu deməkdir. Yəni burada gərək hamısı 5 ola ki, yəni 5 3 zərin 3-ünə də 5 ola. Deməli bu da olacaq 216-da 1, yəni bir dənə ehtimal var da. 216-da 1 ehtimalımız var ki, deməli yuxarı üzə düşən xallar hasilinin 125 olsun. İkinci sual. Bərabərsizliyi ödəyən tam edilir. Birinci biz bu bərabərsizliyi həll edək. Deməli, mənfi 5, 5, mənfi 5 demişsə sonsuzluğa. Aha, mən də demişik ki, yəni bilirik ki, bu kəsişmə deməkdir. Baxın, kəsişməsini götürməliyik. Ona görə də bunların kəsişməsi olacaq mənfi 5-dən 5-ə. Ödəyən tam ədədlər əlbəttə ki, 9 dənədir. Mənfi 5-dən 5-i ödəyən 9 ədəd var. Uşaqlar, yəni var mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4. Deyək ki, ödəyən tam ədədlərdən seçilmiş tam ədədlər 9 dənədir. Seçilmiş birinin natural, neçə natural var? 4 dənə. 9-a 4. Cavab B variantı. Üçüncü sual. Deyir ki, deməli bu A çoxluğu deyək, buna bir B çoxluğu deyək. Deyir A 5-dir, B 3-dür. A çıxılsın B elementlərinin sayını ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin hasilini tapın. Uşaqlar, burada ən böyük ola bilər burada 5 olsun. Açıq B deyir. Açıq B biz bilirik ki, elə buranı göstərir də. Açıq B buradır. Ola bilər ki, burada 5 olsun, elə burada 3 olsun. Burada olsun 0. Yəni heç bunun kəsişməsi olmasın. Sonra ola bilər, indi qulaq asın. Bura 0 olacaq, düzdürmü? Əgər bura 4 olsa, bura 1 olacaq. Çünki cəmi 5 eləməlidir, ümumi 5 ödəməlidir. Burada da olacaq 2. Baxın, 2 ilə 1-in cəmi 3. Baxın, bura 3-dür. Yəni ödür. Sonra, əgər burada 2 olsa, onda burada olacaq 3, onda burada olacaq 1. Əgər burada 3 olsa, burada yazmayaq, burada yazaq. Əgər burada 3 olsa, onda burada 0 olacaq. Burada olacaq nə, uşaqlar? Olacaq 2. Deməli, başqa ola bilməz. Çünki burada 4 ola bilməz ki. Düzdür? Çünki B-də üstənədir elə. 4 ola bilməz. Ona görə üstə dayanırıq. Deməli, burada ən kiçik qiymət 2-dir, ən böyük qiymət 5-dir. Bizdən də 2 ilə 5-in hasilini soruşur. Onun cavab A variantı. 4-cü sual. Çoxluğunun elementləri cüt ədədlər olarsa. Çoxluğunun elementləri cüt ədədlər olan neçə ad çoxluğu var? Aha. Deməli, indi isə uşaqlar baxıram. 1, 2, 3, 4, 5. Ad çoxluqları, tək elementdə ad çoxluqları 1-dir, 2-dir, 3-dür. Mən sizə başlamaq üçün biraz uzun yazacağım, amma burada 5 dənə tək elementdə ad çoxluğu var. 2 dənə elementlərdən 1, 2, 1, 3, 1, 4, 1, 5. Heç buna lazım sadəcə mən sizə başlamaq üçün edəcəm. 1, 5, 2, 3, 2, 4, 2, 5, 3, 4, 3, 5 və 4, 5. 2 elementli, 3 elementli 1, 2, 3, 4, 1, üzr istəyirəm, 1, 2, 3. Yəni, ad çoxluğu deyəndə, onu demək istəyirəm. Ad çoxluğu deyəndə daxil olanlar. Baxın, bunlar cüt elementlidir. Neçə dənə var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə cüt 2 elementli var. Sonra sayacağıq, deməli, 3 elementli. 4 elementli ayrıdır. 5 elementli ayrıdır. Yəni, bunlar ondan ad çoxluğu. Bizə deyir ki, cüt ədədlər olan, yəni yalnız cüt ədəd olsun. İndi uşaqlar, cüt ədəd olması üçün 2 ilə 4-də bir dənə cüt. Onda belə çıxır ki, biri 2-dir, biri 4-dür. Biri 2, 4 ola bilər. Başqa cüt element ola bilməz ki, çoxluğunda deyil, yalnız cüt element olan neçə ad çoxluğu var? Cavab 3 dənə, D variantı. Yəni, ad çoxluğu gördüyünüz kimi çoxdur. Amma bizdən yalnız cüt olanı soruşur. Cavab olacaq 3 dənə. Keçirəm 5-ci suala. Deyir ki, NA ilə B-nin birləşməsi neçə fərqli qiymət ala bilər? Bura A yazıram, bura B yazıram.
Bu 2-dir, bu 6-dır. Əlbəttə ki, bunların birləşməsi ola bilər. Ola bilər bura 2 olsun, bura 0 olsun, bura 6 olsun, birləşməsi olacaq 8. Ola bilər burada 1 olsun, burada 1 olsun, burada olacaq 5, 1 ilə 5-in cəmi, altdan 1 çıxıram, 5. Bu da olacaq 7. Ola bilər burada heç olmasın, 0 olsun, 2 dənə elementi ortaq ikisi olsun, altdan 2 çıxana 4. 2 üstü gəndə 6. Deməli, A ilə B-nin birləşməsi 3 fərqli qiymət ala bilər. Cavab B variantı. Deməli, 6-cı sualda deyilir ki, 2 zərb birlikdə atıldıqda düşən xalların birinin 2, digərinin 5 olma ehtimalı. Ehtimaldan biri, zərdən birində 2 düşsə, o birində bu bir ehtimaldır. Amma ola bilər ki, birində 5, birində 2 düşsün. Yəni 2 ehtimal var. Onda bu da olacaq, ümumi 2 zərb atıldıqda məxrəcdə 36 olmalıdır. 2 ehtimal olduğuna görə bu da olacaq 18-də 1 A variantı. 7-ci sual. Deyir ki, cədvəldə 10 və 11-ci sinifin müəyyən fənlərinin olimpiyada iştirak edən şagirdlərin sayı verilmişdir. Seçilən şagirddən 10-cu sinifdən qız. İndi uşaqlar, birinci nə edirik? Birinci tapıram. 10-cu sinifdən qız deyir. 10-cu sinifdən qız. İndi ümumi neçə nəfər var? Ümumi saysaq, 10-cu sinifdən ümumi bir saysaq nə qədər uşaq var? 11 plus 8 plus 9 plus 12 məxrəcdə. Sürətə də yazıram. Deməli, deyir 10-cu sinifdən qız olması. İkincisinin isə deməli 11-ci sinifin qız olması ehtimalı 20, 20, 40. Aha. Deməli mən səhv yazmışam. Aha. Deməli 10-cu sinifdən birinci 40 dənə uşaq var, düzdür? Məxrəci yazıram 40. 10-cu sinifdən qız deyir. 10-cu sinifdə qız nə qədərdir? Mən çalışıb oğlan getmişəm. 8-dir. Sonra deyir ki, ardıcıl seçilib. Ardıcıl seçilibsə, birinci 40 nəfər var idi. 8 qız götürdük. 10-cu sinifdən artıq bir nəfər getdi. Qaldı 39 nəfər. Və deyir ki, 11-ci sinifdən oğlan. Oğlan 9 dənədir. İndi ixtisarlarımızı aparaq. İxtisar geçsək, burada qalır 5. Burada qalır 3. Burada 13. Cavab da olacaq 65-də 3 C variantı. 8-ci sual. Deyir ki, 2, 4, 6 rəqəmlərindən köməyi ilə bütün 3 rəqəmli. Deməli, uşaqlar, əlbəttə ki, bu asandır. İndi 3 rəqəmdən istifadə olunan. Əlbəttə ki, birinci olacaq 246. Çünki deyir, rəqəmləri müxtəlif olsun. Rəqəmləri müxtəlif olsun deyirsə, rəqəmləri fərqli olun. 246 birinci, sonra gəlir 264, sonra 426, 462, 624 və 642. Median bilirsiniz ki, sağdan soldan, ortada 2 ədəd qaldı. Onların cəmi bizə verir 888. Biz demişdik ki, median tapanda əgər ortada 2 ədəd qalırsa, onları toplayıb yarıya bölürük. Cavab da Y variantı. Keçirəm 9-cu suala. 2 zərb birlikdə atıldıqda hər ikisində 4-dən böyük xalın düşməməsi ehtimalını tapın. 2 zərb birlikdə atıldıqda 4-dən böyük xalın deməli 4-dən böyük düşmürsə, deməli 4-dən 2 ədəd düşməlidir. Hər ikisində 4-dən böyük xalın düşməsi hadisəsinin ehtimalı. Deməli uşaqlar, 2 zərb atılır, 4-dən böyük xalın düşməsi. Burada dəqiqlik yoxdur da. Yəni, zər atanda bir zərdə düşəcək 6-da 4. 4 də daxildir. Çünki 4-dən böyük düşməməsi deməli 4-dən kiçik də ola bilər, 4-də bərabər də ola bilər. Yəni 6 zərdə 6 dənə rəqəm var, 6-sından 4 düşə bilər. Həmçinin o biri də zərə atanda 6-sından 4 düşə bilər. Çünki deyək ki, ikisində də 4-dən böyük xalın düşməməsi. Onda bu da bizə verir 36, 16, ixtisar deyəndə qalacaq 9-da 4. A variantı. Məndə axı ikisi eyni anda baş verir. Onda vururuq. 10-cu sual deyir ki, A 6-ya bölünən, B 8-ə bölünən, C isə 10-a bölünən ədədlər çoxluğudur. Ştrixlənmiş hissə haqqında hansı mülahizət uşaqlar? Həm 6-ya bölünən, həm 8-ə bölünən, həm 10-a bölünən ədəd. Biz 6, 8, 10-un nəyə tapmalıyıq? Biz əkobunu tapmalıyıq. Bunu da əkob bizə verəcək 120.
Cavab C variantı. 11-ci sual. Yəni 120-yə bölünən natural ədəddən kəsişməsi 120-yə bölünən natural ədəddən ibarətdir. Deyir ki, A elementinin sayı, yəni NA bərabərdir 8. MB bərabərdir 12. NC bərabərdir 5. Deyir A, B və C-nin kəsişməsi ən çoxu neçə ola bilər? Kəsişməz. Əlbəttə ki, ən çoxu 5 ola bilər. Necə ola bilər 5? Cavab B variantı. Ona görə ki, ad çoxluğu olacaq. Axı burada NC ən kiçiyi 5-dir. Burada olacaq NC 5 elementi. MB-də 12-dən 5 çıxanda 7 olacaq. Çünki C içərisindədir. C-də isə olacaq 8-dən 7 çıxanda 1. Burada isə 1, yəni element olacaq ki, hansı ki, bir dəqiqə mən səgirlərini qatışdırdım. Bir dəqiqə üzr istəyirəm. Deməli C 5-dir. A. Burada A olacaq 8. Üstənə B-də isə olacaq 12. Yəni C-də olacaq 5 dənə. Yəni ki, burada ən çoxu ola bilər kəsişməsi 5 dənə element. Ümumiyyətlə belə suallarda, bu tip suallarda elə çoxluqların içərisindən ən kiçiyi götürülür. B variantı. Sonra 12-ci sual. Torbada 1-dən 150-yə qədər nömrələnmiş ürəciklər var. Ədədin kvadrat olması. Aha, şolar. Ümumi 150 dənə ədədimiz var. Kvadrat olması 1, 4, 9, 16, 25, 36. İndi sən ədəd böyük və saymayasın. 150, 144-ə qədər də bilirəm ki, bu növə deməli burada 12 ədəd varmış. Yəni 1-dən 12-nin kvadrat 12 ədəd var. Yəni 150-də 12. Mən də ixtisar edirəm 3-ə. Olacaq 50-də 4. Bu olacaq 0,8. Cavab B variantı. 13-cü sual. 2 zəri birlikdə atdıqda düşən xallar cəminin 4-ün bölünəni olması ehtimalı. Düşən xallar cəminin 4-ün bölünəni olması. Bizdə bilir ki, bölən qismət. Natam qismət olsa, bu da qalıq. Düzdürmü? Deməli, bölünən böyük ədəd olacaq. Yəni, məsələn, 6 ilə 6 düşsə, cəmi 12-dir, 4-ün bölünənidir. Sonra 6 ilə 2 düşsə, 4-ün bölünənidir. Sonra 6 üstə 5, 6 üstünə 3 olmur, 4-ün bölünəni olsun. Başqa 5 ilə, yəni 8, 12 hərəkə görürük. 8, 12, yəni 4-ün bölünəni olmaq üçün olmalıdır. 4, 8, 12, 10, 6, axı 2 zərin cəmi 16 ola bilməz. Ya 4-dür cəmi, ya 8-dir, ya da 12-dir. 12 bir dənədir, 6, 6-dır. 8, 6, 2-dir, 5, 3-dür, 4, 4-dür. Sonra başqa 8, 4, 4 dedik. Artıq 3, 5, 2, 6. Bəs 12 olması dedik. 8 dedik, 4. 4 olması üçün 2, 2 ola bilər. 3, 1 ola bilər. 1 ilə 3 ola bilər. İndi sayaq. Saysam görəcəm ki, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 ehtimal var. Neçəsindən? Axı, mən bilirəm 2 zər 36, 9-dur. 2 zəri atıramsa, məxrəzi 36 olmalıdır. 6 vur 6. Bu da olacaq 4-də 1, 0,25A variantı. Keçirəm 14-cü suala. Sirdəki 9 şagirdin imtahanda doğru cavablandığı sual sayıları kimidir? Sırasının modası 15-dir. Uşaqlar, moda ən çox təkrarlanan ədəd deməkdir. Əgər burada da moda 15 olubsa əgər, axı 22 dənədir, onda 15-dən 3 dənə olmalıdır. Ki modası olsun 15. Onda deməli x də 15 imiş, y də 15 imiş. Cəmi də olacaq 30, cavab olacaq Y variantı. 15-ci sual. 2 elementli neçə ad çoxluğu var? Qulaq asın, 2 elementli. 1, 2, 1, 3, 1, 4, 2, 3, 2, 4 və 3, 4. Deməli, sayıram. 6, 2 elementdə 6 çoxluğu var. Cavab C variantı. 16-cı sual. X-in kvadratı çıxılsın 9 bərabərdir 0. Burada x bərabərdir müsbət -3. 3x plus 6 bərabərdir 0. X bərabərdir -3. X-in kvadratı çıxılsın 4x plus 5 bərabərdir 0. Burada 5 deməli ona burada kök yoxdur. Burada ümumiyyətlə kök yoxdur. 3x-in kvadratı plus 7x bərabərdir 0.
Burada 2 kökü var. Biri x0'dır, biri də mənfi 7 böl 3'dür. X-in kvadratı plus 16 bərabərdir 0. X-in kvadratı mənfi 16 bilməz. Bunun da kökü yoxdur. Deyək ki, tənşidin icazə seçilmiş birinin həqiqi köklərinin olmaması. Həqiqi köklərinin olmaması ehtimalı əlbəttə ki, 2 dənədir. Boş çox. Neçə tənliyim var mənim orada? 5 tənliyim var. İkisinin kökü yoxdur. Cavab 0,4. Keçdim 17-ci sualı. Deyək ki, cədvəldə topladığı ballar verilmişdir. Balların medianı tapın. Deməli, uşaqlar, 2 nəfər 95 bal toplayıb. Baxın, bizə median soruşur da. Birinci, ən kiçik tapacaq 28 bal toplayan, ən kiçik orada 28-dir. 28-i 2 nəfər toplayıb. 34-ü 3 nəfər toplayıb. 40-ı 5 nəfər toplayıb. 5 dənəsini yazıram. Və sonra 65-i 5 nəfər toplayıb. 65, 65, 65, 65. Sonra 85-i 10 nəfər. Uşaqlar, əlbəttə ki, 85-i mən yaza bilməyəcəm. 10 dənə. Sonra 90-ı 3 nəfər. 90, 90. 95-i isə 2 nəfər toplayıb. Deyir, median tapın. Median tapanda biri sağdan, biri soldan. Biri sağdan, biri soldan. Biri sağdan, biri soldan. Biri sağdan, biri soldan. Sildim. İndi uşaqlar, 85-dən burada 10 dənədir. İndi mən sayıram 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, baxın, 10-cuya qədər 9 dənə ədədi silsəm, buradan 9-unu silsəm, 85 gələcək, bir dənə qalacaq 85-dən 65. Bizə bir ki, orta qalan toplayıb 2-yə bölməliyik. Bu da olacaq 150 bölü 2 bərabərdir 75. 18-ci sual. Deyir, NA bərabərdir 4. Uşaqlar, A, B. A-dan 4 dənədir, B-dən neçə dənədir uşaqlar? 6 dənədir. Deyir, A ilə B-nin kəsişməsinin ən çoxu neçə element olur? Əlbəttə ki, 4 elementi ola bilər. Mən bayaq da bu dediyim, bunu oxşar bir dənə də sual var idi. Çünki bura 0 olacaq, bura 4 olacaq, burada 2 olacaq. Ən çoxu 4 dənə ola bilər. 4 dənədən çox olur, 5 dənə ola bilməz. Çünki bunun 4 elementi var axı. Necə 5 olsun? 19. Deyir ki, 3-12 aralığında 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12. Neçə də oldu uşaqlar? Burada oldu 10 dənə ədəd. 12 çıx, 3, 9, 1, 10. 10 ədəddən sadə olması. Sadə 3-dür, 5-dir, 7-dir və 11-dir. 4 dənə ehtimal var. Bunda cavab olacaq 0,4. 20-ci sual. 3 metal pulu atdıqda ən azı 2 pulda rəqəm üzünün düşməsi ehtimalı. Uşaqlar, 3 metal pulu atanda 3 hərəsinin 2 üzü olduğuna görə 2 vur, 2 vur, 2. 3 dəfə atanda olur məxrəcdə 8. Ən azı 2 pulda rəqəm üzü düşməsi ehtimalı. Ən azı 2 pulda rəqəm üzü düşməsi ehtimalı. Elə baxın, bunlar qəpiklərdir. Ən azı 2 pulda rəqəm düşsün xəritə, məsələn deyirəm. Sonra burada xəritə düşsün, burada düşsün rəqəm. Burada xəritə düşsün rəqəm. Deməli 3 ehtimal var. İkisinin. Ən azı 2 pulda deyirsə, onda 3-ü də rəqəm düşə bilər. Ən az deyil baxın. Onda 4 ehtimal sayıram. 8-də 4 bərabərdir 2-də 1. 21-ci sual. İstifadə etməklə 3 ilə başlayan 1, 2, 3, 4, 5. Uşaqlar, 5 rəqəmli deyir. 5 rəqəmli işarələdim. 3 ilə başlayan deyirsə, onda burada 1 ehtimal var. 3 gəlməlidir. Burada 1 ehtimal var. 3 gəlməlidir. Təkrarlanmayan deyir. Baxın, rəqəmi yəni müxtəlif olsun. Təkrarlanmasın. 5 rəqəmli olsun. 7 nə qədər qaldı? 1, 2, 3, 4. Bura 4 olacaq. Deyək ki, məsələn 5 götürmüşəm də, 5 2 çıxıb. Neçə rəqəm qaldı? 3 rəqəm. Sonra neçə rəqəm qaldı? 2 rəqəm. Sonra da 1 rəqəm. Bunları hesablayıram. Bu da olacaq əlbəttə ki, cavab 24 dənə ehtimal var ki, həm 5 rəqəmli olsun, həm də rəqəmləri müxtəlif olsun, həm də 3 ilə başlasın. 22-ci sual. Qutuda ağdan M dənədir, qaradan N dənədir, sarıdan 12 dənədir. Bir kürəcin ağ və ya qara olması ehtimalı. Ağ və ya qara deyirsə toplayacağam. M üstə gəlsin və ya sözü varsa toplayacağam. Və ya desəm toplayıram və desəm vuracam. Deyir ki, ağ və ya qara. Ağ məndə M idi, qara da N idi. Deyir, olması ehtimalı onda 2 idi. İxtisar etsəm qalacaq 5-də 1.
Çarpaz vururam. Yazıram 5m. Üstə gəlsin 5n bərabərdir 12 plus n plus n. Onda buradan da olacaq 4m plus 4n bərabərdir 12. N plus n bərabərdir 3-ə. Mənə nə soruşur? Deyir, əvvəlcə qutuda neçə kürəcik var idi? Deməli, n plus n üstüsə 12 dənə də sarı var. Cəmi neçə kürəcik var imiş? 15. 23-cü sual. Torbada n qara, m sarı, 5 dənə də qırmızı kürəcik var. Təsadüfən seçilən bir kürəciyin qırmızı olması ehtimalı. Qırmızı olması ehtimalı olması üçün belə olmalıydı. 4də 1-dir. Qara olması ehtimalı deyirsə n plus 5 qara məndə n dənədir. Bu olacaq 5də 3. Bunu həll eləməliyik. Bizdən sarı soruşur. Sarı da m-dir. Əlbəttə ki, mən yenə burada çarpaz vururam. Yazıram n plus n bərabərdir 15. Burada çarpaz vururam. Yazıram 5n bərabərdir 3n plus 15. Buradan tapıram ki 3n plus 3n bərabərdir. Yox. Buradan da tapıram ki deməli 5n'dən 3n çıxanda 2n çıxılsın 3n bərabərdir 15. Təhlil sistemi aldım. Burada aşağı köçürsəm təhlil sistemi aldım. Onda mən bir də bu hər tərəfi 3-ə vursam olacaq 2n çıxılsın 3n bərabərdir 15. 45. 6 toplayanda olacaq 5n bərabərdir 60. N də bərabərdir 12. N 12-dirsə m də 3 imiş. Bizdən də m-i soruşur. Cavab 3. Keçirəm 24-cü suala. Sürətləri 20 olan düzgün olmayan kəsirlər ayrı-ayrı kartları yazılaraq torbaya atılıb. Torbadan ardıcıl olaraq geri qaytarmaq şərti ilə 2 kart çıxarılır. Çıxarılan hər iki kartın üzərində yazılmış ədədin tam olması ehtimalı. Uşaqlar, əlbəttə ki, 20-nin bölənləri, düzgün olmayan 20-nin bölənləri 1, 2, 4, 5 və 20-dir. 2 kartın ardıcı çıxarılıb. Birinci dəfə çıxarılanda 20-də 5 idi. Bir dəfə, deməli, 20-nin bölənlərinə oldu. Məsələn, fərz ki, 1 çıxdı. İkinci dəfə əlini atanda ardıcıl, baxın, deyir ki, deyir geri qaytarmaq şərti ilə. Geri qaytaranda yenə 20 dənə olacaq, yenə 20-dən 5-ə çıxa bilər. Görürsünüz? Geri qaytarmaq şərti ilə deməli, tam ədəd olması ehtimalını tapın. Arzu olaraq. Aha. Uşaqlar, mən burada bir səhv eləmişəm. 10, 20, 6 böləni var. 6 böləni var. Deməli, olacaq deməli 20-də 6, 20-də 6. Deməli, deyir ki, torbadan ardıcıl olaraq geri qaytarmaq şərtilə 2 kart çıxarılır. Yazı tam ədəd olması ehtimalını tapın. Burada cavab əlbəttə ki, eləyəcək 436. İxtisar eləsəm 4-ə 109. 4'e böldüm. 400, 109. Cevap %9. Sonra keçirəm 25'e. Uşaqlar, 25-ci sualda deyir ki, çarxın oxunun hansı istifadə verilmişdir? Çarxı fırlatdıqda oxun sadə yazılmış sektor dayanması hadisəsinin cədvəldən təcrübə etdim. Uşaqlar, birinci, baxın, burada ehtimal nədir? Baxın, bu təcrübə ehtimaldır. Dedəvədən anın nəticəsi hesablanmış nəzəri. Şunlar, bu nəzəri ehtimaldır. Baxın, nəzəri ehtimal nədir? Məsələn, deyirəm ki, 1, 2, 3, 1, 2, 4, 3. Nədir? 4-ündən neçəsi sadədir? 4-ündən 2 sadədir. Bu 2-də 1. Bu nəzəri ehtimaldır. Biri var, təcrübə ehtimal. Artıq təcrübə olunub. Olunub ki, ümumi, deməli, ümumi hesablayacağım. 5 üstü gəl 3, 8, ümumi 20 dəfə atılıb, dayanma sayı, yəni atılıb yəni dayanıb ümumi 20 dəfədən və 20-sindən neçəsində sadə olub? Sadə ədədlər bilirsiniz ki, 2-nin 3-də orada 11. 20-də 11 olub, düzdürmü? Deməli, bu təcrübə ehtimal, təcrübə olunan ehtimaldır. Bu 0,5-dir, bu da 0,55-dir. Fərqini soruşur. 0,5-dən 0,55-ə çıxsam, cavab eləyəcək 0,5.
Baxdığınız üçün çox sağ olun, təşəkkür edirəm.